أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Bismillah, elhamdülillah ve salatu ve selamu ala Resulillah. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdatan min lisani yefqahu qavli. Ramazan ayının əvvəlində Hucurat surəsinin təfsiri dərsinə başlamışdıq. Surə 18 ayətdən ibarətdir. İslam əxlaqı, İslam ədəbi, insanın, müsəlmanın Allaha qarşı olan ədəbləri, Rəsuluna qarşı olan ədəbləri, müsəlmanın müsəlmana qarşı olacaq ədəbləri, əxlaqları. Bütün bu surə əxlaq və ədəblər məcmuasıdır. Bir surə halında 18 ayətdən ibarət. Bu surədə Allah təbaraka və teala 5 dəfə ya eyyuhəl-ləzīnə əmənu, ey iman edənlər deyə müraciət edir. Və sonra 6-cı dəfədə isə ya eyyuhən-nəs, ey insanlar. Öncə iman edənlər 5 dəfə, sonra bir dəfə isə ümumən insanlar. 12-ci ayətə qədər oxumuşduq. İndi 12-ci ayətdən sona qədər, 18-ci ayətə qədər oxuyacaq. Demək, 11 və 12-ci ayətdə Allah subhanahu wa ta'ala deyirdi, ya eyyuhəl-ləzīnə əmənu, ey iman edənlər, la yəsxar qovmun min qovmin. Heç bir qövm məsxərəyə qoymasın. Bu ümumidir. Yəni, müsəlman, kafir, fərqi yoxdur. Ola bilsin ki, məsxərəyə qoyulanlar məsxərə edənlərdən daha xeyirlidirlər. Qadınlar da həmçinin bir-birini məsxərəyə qoymasınlar. Sonra Allah subhanahu wa ta'ala deyir ki, bir-birinizə tənə etməyin, bir-birinizi pis ləqəblərlə çağırmayın. 12-ci ayətdə deyir ki, İctənibu kəsirə minəz-zan, pis zəndən çəkinin, qeybət etməyin, bir-birinizin arasında cəsusluq etməyin. İslamda pis əxlaqlardır, Allah qadağan edir bunları. Bunlar hamısı haramdır. Və bunların sahibləri hamısı böyük günah işləmiş insanlardılar. Və iman edənlərə bu şeyləri haram etdikdə, xüsusən 11-ci ayətdə heç bir qövm məsxərəyə qoymasın dedikdən sonra 12-ci ayətdə Allah subhanahu wa ta'ala həmən məsələni tamamlayır. Heç bir qövm, yəni insan toplumu, heç bir qövm məsxərəyə qoymasın. Niyə? Allah subhanahu wa ta'ala özü səbəbini deyir. 12-ci ayətdə Allah subhanahu wa ta'ala deyir ki, ya eyyuhən-nəs, ey insanlar. Artıq bu müraciət tək müsəlmanlara aid deyil. Bu ayətə qədər, 12-ci ayətə qədər Allah subhanahu wa ta'ala nəyə qadağan edirsə pis əxlaq olaraq hamısında iman edənlərə müraciət edirdi. 12-ci ayətdə isə surənin 12-ci ayətinə çatdıqda bütün qadağalardan sonra Allah indi insanlara müraciət edir. Yəni, ya eyyuhən-nəs dedikdə bunun içərisində həm müsəlmanlar, həm qeyri-müsəlmanlar, kafirlər daxildirlər. Ya eyyuhən-nəs, ey insanlar, İnnə xaləqnəkum min zəkərin və unsə. Sizi bir kişidən və bir qadından xəlq etdik. Adəm və zövcəsi Həvva. Allah subhanahu wa ta'ala deyir ki, ey insanlar, sizi bir kişidən və bir qadından xəlq etdim. Və cəalnəkum şuubən və qabailə. Və sizi xalqlar, millətlər və qəbilələr etdim. Litəarəfu. Bir-birinizi tanıyasınız deyə. Yəni, insanların qəbilələrə, qövmlərə, əşirətlərə, xalqlara bölünməsinin hikməti Allah təbaraka və teala bəyan edir ki, litəarəfu, tanıyasınız. İnsan görür ki, bu bizim qövmdəndir, ancaq bu bizim qövmdən deyil. Həmçinin bunun hikməti ağıl sahibi baxdıqda bu Allah təbaraka və teala'nın ayətlərindəndir. Bir insandan belə 2000 millət var. O 2000 millətin içərisində minlərlə qəbilələr var, minlərlə əşirətlər var. Allah təbaraka və teala cürəbəcürə yaradır. Hikməti budur. Demək, bundan əvvəlki ayətdə deyirdi, məsxərəyə qoymasın heç bir qövmü. Allah subhanahu ta'ala onun davamı olaraq deyir ki, ey insanlar, sizi bir kişidən və bir qadından xəlq etdim və sizi xalqlara və qəbilələrə böldüm. Litəarəfu, tanıyasınız bir-birinizi. İnnə əkrəməkum indallahi ətqakum. Allah qatında ən hörmətli olanınız, Allahdan ən çox qorxanınızdır. Bir-birini məsxərəyə qoyanlar ki, vardı, bir-birinə tən eləyənlər. Onun davamıdır ki, yəni, əgər səni məsxərəyə qoyursansa və yaxud da o səni məsxərəyə qoyursa, bunun bir mənası yoxdur. Səni də onu da Allah yaradıb. Allah qatında
hansı qövmdən olub olmamaq ayıb deyil. Fəzilət də deyil. Üstünlük də deyil. Birisi İngilisdir. Deyə bilər ki, biz böyük bir qövmük. Dünyanı idarə edirik. Biri deyə bilər, biz Yaponuq, bizim 1000 illik imperiyamız var. Çinliyik. Heç bir üstünlüyü yoxdur. Ən geridə qalmış, heç dünyada tanınmayan bir qövmün, bir əşirətin, bir qəbilənin adamı əgər təqva sahibidirsə, Allah qatında hörmət ondandır. Hansı qövmdən olmaqla deyil. Allah təbarəkə və teala deyir ki, İnnə əkrəməkum. Allah qatında ən hörmətli olanınız. Ətqa. Təqi sözü ətqa. Kəbir, böyük, əkbər, daha böyük. Təqi, təqvalı, ətqa, daha təqvalı. Nə qədər insanda təqva çoxdursa, o qədər hörməti artıq olur Allahın yanında. Demək, ayətdə Allah təbarəkə və teala bildirir ki, Allah qatında hörmətin bir dənə meyyarı var. Həmən meyyar nədir? Təqvadır, bitdi. Başqa bir meyyar yoxdur. Təqva nədir? Təqva ərəb dilində viqayə sözündəndir, qorunmaq. Və istilahda şəriət mənasında nədir? Allah subhanahu və teala'nın əzabı ilə öz aranda bir qoruyucu bir sədd edirsən və onunla təqi olursan. Və həmən o qoruyucu bir sədd Allah subhanahu və teala'nın əmrini yerinə getirib qadağından uzaq olmaqdır. İki şey. Vəssalam. Allahın əmri çoxdur, qadağası da çoxdur. İnsan nə qədər çox qadağadan uzaq olduqca və nə qədər çox əmrə mültəzim olduqca təqvasının həcmi onunla yüksək olur. Və təqva da nə qədər çox olduqca insan Allah qatında hörmətli olur. Vəssalam. Bitti. İnnə əkrəməkum indallahi ətqakum. Bu din İslam dini qövmçülük, milliyyətçilik, əşirətçilik, qəbiləçilik dini deyil. Bu dinin bir dənə hörmət meyyarı var, təqva. İndi müsəlman Allahın bu kəlamından öyrəndin ki, Allah kimə hörmət edir? Allah yanında hörmətli adam kimdir? Təqvalı. Və sənin yanında hörmətli adam kimdir? Kimdir sənin yanında hörmətli adam? Sənə yaxşılıq eləyən və yaxud da sənin kəndçin? Yox, qətiyyən. Allah qatında hörmətli kəs təqva ilə ölçülürsə, müsəlman toplumun yanında da, müsəlman cəmaatın yanında da, hər bir fərd müsəlmanın yanında da, müsəlman toplumunda insanların arasına fərq qoymaq təqva ilə olmalıdır. Başqa bir şeylə yox. İndi bugün yaşadığınız İslam, müsəlmanlar, cəmaatlar, münasibətlər, özünüzə sual verin. Bu müsəlmanlar bir-birinə hörməti təqva ilə qoyurlar, yoxsa başqa şeylə qoyurlar? Başqa şeylə qoyurlar. Kim kimə yaxşılıq eləyib, kim kimə xasiyyətə uyğun gəlir, kim kimin zonasındandır, kimin ləhcəsi bir-birinə uyğun gəlir. Belə şeylərlə qoyurlar. Bu da ziddir. Allah təbarəkə və teala'nın təqva meyyarına ziddir. Müsəlman müsəlmana hörməti təqvaya görə qoymalıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm əshabının arasında hörməti təqva ilə təyin edirdi. Fərqi təqva ilə qoyurdu. Müsəlman da belə olmalı. Əgər bir toplum, bir cəmaat içlərində olan müsəlmanları təsnifat etdikdə təqvadan başqa bir şeylə hörmət qoyurlarsa, demək ki, Allah subhanahu və teala'nın hörməti qoyduğu şeylə qoymur. Allahın Rəsulunun hörməti qoyduğu şeylə təyin etmir. İnsanlara təqvasına görə hörmət edin. Gücünə görə yox, puluna görə yox, dildən pərcardır deyə yox, elmlidir deyə yox. İnsan elmli ola bilər, onda təqvalı olmaya bilər. Elmin olması demək deyir ki, təqva sahibidir insan. O qədər elmi olan facirlər var ki. İnsan hörmətli adam olub cahiliyyədə, insan o qədər şey demək olar ki, heç birisi hörmət eləməkdən ötürü şey deyil, səbəb deyil. Niyə? Çünki Allah subhanahu wa ta'ala hörməti təqva ilə təyin edir. Dünyada da, ahirətdə də, qiyamət gündə belə olacaq. Təqvanın tərifində elm əhli deyir ki, təqva ən la yaraka heysu nəhək və la yəftəqidikə heysu əmərək. Təqva, Allah səni nəhy etdiyi yerdə görmür. Əmr etdiyi yerdə də itirmir.
Yəni Allahın gözündə, Allahın əmr etdiyi yerdəsən. Allahın gözündə, Allahın qadağan etdiyi yerdə yoxsan. Allah nəyə əmr edir? Zöhr vaxtı namaz qılmağı. Zöhr vaxtı sən o Allahın əmr etdiyi yerdə ol. Üzü qibləyə, dəstəmazlı, qüsullu. Ramazan girdi, oruclu görsün sənə Allah. Malın var, zəkatın vaxtı gəlib satanda görsün ki, verirsən zəkatı. Haram yer harda ki, haram da yerə get satanda Allah səni orada itirsin, görməsin. Təqva budur. Əli bin Əbi Talib radiyallahu anhu deyir ki, Ət-təqva, təqva hiyəl xavfu minəl cəlil. Cəlildən qorxudur. Və lə-əməl bit-tənzil, tənzillə əməl etməkdir. Yəni nazil edilənlə, Quranla. Vəl-qinaatu bil-qalil, azla qane olmaqdır. Vəl-istidad li-yevmir-rahil, gələcəyin günə isə istidad, hazırlıq görməkdir. Tabiin Talaq bin Habib rahiməhullah deyir ki, təqva barəsində ən tə'mələ bita'atillah alə nurun minallah. Allahdan olan nurla Allahın itaətinə əməl etmək. Tərcu səvaballah, Allahın savabına ümid etmək. Və ən təctənibə məsiyyətallahi alə nurun minallah. Allahın məsiyyətindən ictinab etmək Allahın nuru üzrə. Yəni vəhy üzrə, nas üzrə, dəlil üzrə. Təxafu iqaballah və Allahın iqabındansa qorxmaqdır. Təqva budur. Xülasə, təqvanın ən əsas əsli iki şeydən ibarətdir. Allahın əmrini yerinə yetirmək, qadağanlarından da uzaq olmaq. İnsan nə qədər bunda davamiyyətli, nə qədər bunun artığına can atırsa, Allah qatında da hörməti ondan olur. Vəssalam. Allahın əmrini yerinə yetirib, Allahın qadağanından uzaq olmaqla. Allah təbarəkə və teala deyir ki, ey insanlar, bunu hamıya deyir. Yəni həm kafirlərə, həm müsəlmanlara. Pis əxlaqların hamısını qadağan etdikdən sonra deyir ki, ey insanlar, sizi mən xəlq etmişəm, bir kişidən, bir qadından və sizi xalqlar və qəbilələr etmişəm ki, bir-birinizi tanıyasınız. İnnə əkrəməkum indallah, Allah qatında ən hörmətli olanınız ətqakum, ən təqvalı olanınızdır. İnnallaha alimun xabir, Allah alimdir və xabirdir. Növbəti ayətdə Allah təbarəkə və teala buyurur ki, qalətil ə'rabu əmənnə, bədəvilər dedilər ki, iman etdik. Qul ləm tu'minu, de ki, iman etmədiniz. Və ləkin qulu əsləmnə, lakin deyin ki, müsəlman olduq. وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ, İman hələn tam sizin qəlbinizə yerləşməyib. وَإِنْ تُطِيعُوا اللَّهَ وَرَسُولَهُ, Allaha və Rasuluna itaət etsəniz, لَا يَلِتْكُمْ مِنْ أَعْمَالِكُمْ شَيْئًا, əməllərinizdən verəcəyi şeyi sizə əsla əskiltməz. İnna Allaha gafurur rahim. Demək, bir qrup bədəvi səhradan gəlir Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına və Allah Rəsuluna deyirlər ki, bədəvilər, əmənnə, iman etdik. Və Allah subhanahu wa ta'ala öz Peyğəmbərinə bildirir ki, onlara de ki, iman etməyiblər, müsəlman olublar. Bunu çox vaxt müasir murciə məzhəbi, Azərbaycanda da Mədinə tələbələri, müşrikləri təkfir edəndə bunu şübhə kimi gətirirlər ki, biz demirik ki, mömündülər. Allah da deyir ki, onlara deyirlər ki, mömin deyilsiniz. Ancaq müsəlmandırlar. Niyə? Çünki özündən soruş, deyir ki, mən müsəlmanam, la iləhə illallah, Allaha inanıram, ona görə müsəlmandırlar. Bu şübhədir onlar tərəfindən, müşrikləri təkfir etməməkdən ötürü bu ayətdən şübhə kimi insanları azdırırlar. Bu ayət əslində çox məsələnin dəllidir. Bu ayətin içərisində çox batıl əhli firqələrə rəddiyələr var. Misal üçün, irca əhlinin demək olar ki, hamısına, ən uğurəti cəhmilərdən tutmuş, kərramilər, murciyyatül fuqaha, əşşarilər, maturidilər, bütün irca əhlinə burada əhl-i sünnətin əqidəsini ispat edən dəlil var. Niyə? Hansı yöndən? Bu toplum gəlir, Peyğəmbər sallallahu əleyhi və səlləmə deyir ki, iman etmişik. İman etdik. Allah subhanahu wa ta'ala onların qəlblərini bilir. O sözü nə qəsdlə dediklərini bilir ki, onlar o iman etdik dedikdə nəyə qəsd edirdilər? İndi onların qəsdinin nə olduğunu biz hardan biləcəyik? Növbəti ayətlərdə biləcək ki, onların qəsdi nə idi? Şeyxülislam İbn Teymiyyə rahiməhullah belə bir mükəmməl kitabı var. İmanül Avsat, orta iman.
Həmən o kitabda məşhur Cibril hədisini şərh edir. İman nədir, İslam nədir, ihsan nədir, hamısını geniş açıqlayır. Akademik bir kitabdır. Çoxlu şərhlər yazılıb o kitaba. Lakin şərhsiz də belə mətin şəklində İslam nədir, iman nədir, ihsan nədir açıqlayır və bütün firqələrin görüşlərini gətirir. Orada hətta rukunların tərkibindən də danışır. Namazın tərki, orucun tərki, zəkatın tərki və s. Həmən kitabda İbn Teymiyyə deyir ki, bu adamlar Peyğəmbər sallallahu əleyhi və səlləmə gəlib dedikdə ki, iman etdik. Onlar o zənnlə o sözü dedilər ki, yəni bu sənin ətrafında olan ki, sahabələr yoxdur. Əbu Bəkr, Ömər, Osman, Əli, Talha, Zubeyr. Yəni biz də onlar kimiyik. İnsan yeni iman etdikdə, ilk İslam'a girdikdə, insanın imanı kamil olmur. İnsan namaz qılmayıb, oruç tutmayıb, cihad etməyib, dəvət etməyib, elm öyrənməyib, heç nə bilmir. Yəni özlərini onlardan hesab etdilər. İman nəylə artır? İtaətlə. Vacibləri yerinə qoymaqla, müstəhəbləri əməl etməklə, haramlardan çəkinməklə. Ancaq bu adamlar hesab ediblər ki, biz iman etdik deməklə, demək biz Əbu Bəkr, Ömər kimi möminik. Ancaq onlar Peyğəmbərlə Məkkədən iman edib, cihad ediblər, hicrət ediblər, əziyyətlərə qatlanıblar və s. və ilə axır. Yəni təzə iman edən adama onlar kimi ola bilmir. Allah Subhanahu taala bunlara cavab verir ki, ləm tu'minu, iman etməmisiniz. Yəni elə iman, kamil iman. O iman sizdə yoxdur. Vəlakin qulu əsləmnə. Yaxşısı odur ki, deyin ki, müsəlman olmuşuq. Yəni şəhadət gətirən adam müsəlman olur da. وَلَمَّا يَدْخُلُ الْإِيمَانُ فِي قُلُوبِكُمْ İman tam qəlbinizə oturmayıb. İmanın qəlbə aid olan çoxlu vacibləri, rukunları var. Təvəkkül, ixlas, yəqinlik, elm və s. və ilə axır. Bunlar qəlbə yerləşmir. Bunlar zamanla qəlbdə öz yerini alır. Yəni iman, həmən o tam kamil iman qəlbdə yerləşməsində zaman lazımdır. Yəni yoxdur sizdə bu. İndi ardınca Allah Subhanahu taala deyir ki, bəs necə edəsiz ki, siz onlar kimi olasınız? O zənn edirsiniz, biz də Əbu Bəkr, Ömər kimi möminik. Elə olmaqdan ötürü nə etmək lazımdır? Və in tuti'ullah və rasulə. Əgər Allah və Rəsuluna itaat etsəniz, iman nə ilə artır? İtaatlə. Allah deyir ki, əgər itaat etsəniz Allaha və Rəsuluna, la yalitkum min a'malikum şey'a. Əməllərinizdən əməllər girədəksiniz, onların savabını Allah sizdən əskitməyəcək. Sizə də verəcək. Ancaq gələ onlar kimi olasınız. La yalitkum min a'malikum şey'a innallaha gafurur rahim. Həqiqətən Allah qafur və rahimdir. Demək bu ayət dəlildir ki, iman artıb azalır. Bu ayət dəlildir ki, əməl imandandır. Bu ayət dəlildir ki, insan İslam'a girəndə tövhidlə girir. Kamil iman olmur insanda. Və bu ayətin üzərindən İbn Teymiyyə 50-100 səhifələrlə danışıb. Əhl-i-Sünnə və cəmaatın bütün bidət əhli olan xaricilər, bütün növləri ilə, Mu'təzilə bütün növləri ilə, irca əhli bütün növləri ilə bu ayət çözür onun hamısını. Bütün bu əqidə sahiblərinin əqidələrinin batıl olduğunu çözür. Sonra Allah Subhanahu wa Taala növbəti ayətdə 15-ci ayətdə buyurur ki, İnnəməl mu'minunə, müminlər yalnız o kəslərdir. Hansı möminlər? Həqiqi. Əbu Bəkr, Ömər, Osman, Əli, həqiqi möminlər necə olur onu bildirir. İnnəməl mu'minunəl-ləzīnə, möminlər yalnız o kəslərdir ki, əmənu billahi və rasulihi. Allah burada bədəvilərə cavab verir. Möminlər yalnız o kəslərdir ki, Allaha və Rəsuluna iman etdilər. Bir. Sümmə ləm yərtəbu, sonra heç bir şəkki şübhəyə düşmədilər. Yəni yəqindilər. Necə yəqindilər? Müşriklər gəlib Əbu Bəkrə dedikdə ki, dostum bilirsən nə danışır? Deyir, getdim gecə Qüdsə, oradan getdim Sitrətül Muntaha, peyğəmbərlərlə görüşdüm. İsra Mirac hadisəsində. Əbu Bəkr tərəddüd etmədən dedi ki, deyirsə düz deyir. Elədir, yəqindir. Yəni zərrə qədər qəlblərində şək yoxdur. Həqiqi mömin odur. Bir alimə deyirlər ki, Əbu Bəkr Ömər barəsində soruşurlar ki, niyə onlar hamıdan üstün oldu? Deyir, o ikisi Peyğəmbər sallallahu aleyhi ve sellem namazda arxasındaydılar, cihadda da qabağındaydılar. Namazda Peyğəmbərin arxasında 5 vaxt. Cihadda da Peyğəmbərin qabağında ikisi də.
Deyir ki, Allah təbaraka və teala, möminlər yalnız o kəslər idi ki, Allaha və Rəsuluna iman etdilər, sonra heç bir şəkki şübhəyə düşmədilər. Yəni kamil əsl mömin. Və cahadu bi amwalihim və anfusihim fi sabilillah. Malları ilə, canları ilə Allah yolunda cihad etdilər. Əbu Bəkr, Ömər, Osman, Əli mallarını da xərclədilər. Mallarının zəkatını vermədilər. 40da birini verək İslamsın, şəriət icazə verir də. Onlar mallarını elə xərcləməyiblər. Onlar mallarını sonuna qədər xərcləyiblər. Məşhur qissədə bilirsiniz, Peyğəmbər sallallahu əleyhi və səlləm dedi, mal gətirin, Ömər yarısını gətirdi, Əbu Bəkr hamısını gətirdi. Əbu Bəkr, Ömər, Osman, Əli, Talha, Zübeyir, Abdurrahman bin Avf və sair digər sahabələr. Onlar Allah yolunda mallarını xərcləyəndə mallarından sədəqə zəkat verməyiblər. Onlar mallarının hamısını xərcləyiblər. Canlarını xərcləyiblər. Hər şeylərindən keçiblər. Ailələrindən də, uşaqların döyüşə də çıxıblar, ölüblər də, öldürüblər də. Deyir ki, Allah subhanahu wa ta'ala, həqiqi müminlər, o kəslərdir ki, Allaha və Rəsuluna iman etdilər, sonra heç bir şəkki şübhəyə düşmədilər. Buradan alimlər la ilahə illallahın, tövhidin, imanın yəqinlik şərtini dəlil kimi bu ayəti istifadə edirlər. Ki, yəqinlik şərtdir. Şək şübhə varsa o kamil iman deyil. İndinin insanlar necədir? Bir dənə qulağına, sağ qulağına bir dənə şübhə deyirsən, olur xarici, sol qulağından da bir dənə şübhə deyirlər, olur murciyə. Diyana bilmir ortada. Bir şübhəyə məhv olur. İllərlə insan namaz qılır, oruçdur, deyir müsəlmanam. Bir dənə deistə qulaq asır, olur deist. Bir dənə nə bilim, bir Quraniyə qulaq asır, olur Qurani. Niyə? Yoxdur qəlbində yəqinlik. İmanı elm üzrə deyil, nas dəlil üzrə deyil, hava üzrədir, bir dənə şübhə də onu dağıdır. Bu, imanın, İslamın, tövhidin şərtlərindəndir, yəqinlik, yəqin olmaq. Allah təbaraka və teala deyir ki, möminlər yalnız o kəslərdir ki, Allaha və Rəsuluna iman etdilər, sonra heç bir şəkki şübhəyə düşmədilər, malları və canları ilə Allah yolunda cihad etdilər. Ulaika humus sadiqun. Onlar sadiqlərdir. Sadiq nifaqın, yalanın əksidir. Burada da yenə imanın, İslamın, tövhidin sıdq, sadiqlik şərtinin dəlili var. Yəni sadiqlik, doğruluq bu deyilənlərlə olur. Belə sübut edir. Bir müsəlmana, müminə necə demək olar ki, bu sadiqdir? Görə bu şeylər onda olsun ki, deyəsən bu sadiq adamdır, sadiq müsəlmandır. Allah subhanahu wa ta'ala bu ayətdə yenə bədəvilərə cavab verir ki, bax, belə olmaq istəyirsinizsə, bu Əbu Bəkr, Ömər, Osman, Əli, belə insanlardır, onlar belə olublar. Siz elə deyirsiniz. Növbəti ayətdə Allah subhanahu wa ta'ala 16-cı ayətdə deyir ki, Qul, de, ətuallimun Allaha bidinikum. Siz Allaha din mi öyrədirsiniz? Buradakı tuallimuna sözü mənası burada elm öyrətmək mənasında deyil. Tərcüməçilər götürürlər, yazırlar ki, de ki, siz Allaha din mi öyrədirsiniz? Əslində öyrətmək mənası deyil burada. Tuallim, i'ləm mənası var ərəb dilində. İxbər mənasını verir, xəbər vermək. Yəni, Allah subhanahu wa ta'ala burada bədəvilərə deyir ki, siz Allaha dininizi xəbər mi verirsiniz? Nə deməkdir bunun mənası? Heç bir tərcümədə bunu düz yazmırlar. İnsan da hoş çaşbaş qalır ki, bu nə deməkdir? Allaha din öyrədirsiniz. İstənilən tərcüməni açın, baxın. Azərbaycan dilində. Hamısı səhv tərcümə edir bu. Əslində, mənası nədir bunun? Bütün təfsirçilər hamısı ittifaq ediblər ki, Allah subhanahu wa ta'ala burada yenə bədəvilərə deyir ki, siz dininizi Allaha mı xəbər verirsiniz? Yəni, gəlib deyəndə ki, iman etdik. O qəlbinizdə olan din ki var, onu Allaha deyirsiniz. Onsuz Allah bilir də nə var sizdə, nə yox, bilir yəni. Yəni, Allaha gəlib nə xəbər verirsiniz? İman etdik. Qul ətuallimun Allaha bidinikum. Onlara da ki, siz dininizi, yəni qəlbinizdə olanı Allaha mı xəbər verirsiniz? Gəlib Peyğəmbərə deyirsiniz ki, əmənlə, iman etdik. Vallahu ya'lemu ma fis semavati vel ard. Allah səmalarda və yerdə olanları da bilir. Yəni, sizin qəlbiniz də bilir. Vallahu bi kulli şeyin alim. Allah hər bir şeyi bilir. Yəni, bu gəlib belə deməyin də ki, biz iman etmişik. Peyğəmbərə dediniz, Peyğəmbər səni qəbul etmədi. Allah ona dedi ki, deyinən ki, müsəlman olduq. Bir də bunu xəbər verirsinizsə, Allaha mı xəbər verirsiniz? Allah onsuz da bilirsiniz içinizdə nə var. Sonra Allah subhanahu wa ta'ala 17-ci ayətdə buyurur ki, Yamunnuna aleyke ən əsləmu. Onlar gəlib sənə minnət qoyurlar ki, biz müsəlman olmuşuq. Bədəvilər müsəlman olublar.
Və sonra bir müddət sonra Peyğəmbər sallallahu əleyhi və səlləmə həmin belələr minnət qoyublar ki, biz müsəlman olduq. Müsəlman olandan sonra falan yerdə biz yəni qoruyucu halında olduq da, kafirlərin qarşısını aldıq, sənə kömək elədik, sənlə bir səfdə kafirlərə qarşı savaşdıq. Minnət qoyurlar. Müsəlman olublar və gəlib Peyğəmbər sallallahu əleyhi və səlləmə minnət qoyurlar bədəvilər. Allah təbaraka və teala deyir ki, yamunnuna aleyka an əsləmu. Sənə minnət qoyurlar ki, müsəlmanıq. İndi də var belə insanlarda pis xislət. Çətinə düşən kim deyir ki, mən cahil olsaydım belə eləyərdim. Mən belə eləmişəm o vaxtı. Mən belə iş görmüşəm. Belə eləyərəm. Nə minnət qoyursan ki? Kimə minnət qoyursan? Yəni müsəlman olub, belə bir ki, müsəlman olandan hesabına bir şey olub da, əli qolu bağlanıb. Yoxsa güya bu daha belə böyük bir işlər görərmiş. Biz müsəlman olandan sonra belə olduq, belə olduq. Kimə minnət qoyursan? Allah təbaraka və teala deyir ki, yamunnuna aleyka an əsləmu. Sənə minnət qoyurlar ki, müsəlman olmuşuq. Qul la tamunnu aleyya islamakum. Onlara de ki, İslamınızla mənə minnət qoymayın. Qul la tamunnu aleyya islamakum. İslamınızla mənə minnət qoymayın. Bəlillah. Əksinə, Allahu yamunnu aleykum. Allahın minnəti üzərinizdədir. Ən hədəkum. Hidayət verib sizə. Kim müsəlman olubsa, Allaha borcudur. Allaha minnətdar olmalıdır. Allahın minnəti ölənə qədər sənin belindədir. Hər an yaratdığına görə sənin minnət qoyub üzərində. Nəfəs alırsan deyə ona sənin minnəti var sənin üzərində. Hər an üstünə gəlir ki, sənə hidayət verib. Hidayət verməsəydin, nə edəcəkdin? Kafir kimi yaşayıb cəhənnəmlik olacaqdın. Heç vaxt dinindən nə Allaha, nə Rəsuluna, nə müsəlmanlara minnət qoyma. Allah sənə minnət qoyur. Allahın üzərində minnəti var ki, sənə hidayət verib. Yamunnuna aleykum Bəlillahi yamunnu aleykum ən hədəkum lil iman in kuntum sadiqin. Əgər doğru danışırsınızsa, əslində Allah sizə minnət qoyur. Allahın minnəti sizin üzərinizdədir ki, sizi imana yönlətmişdir. Sizə hidayət vermişdir. Və sonuncu ayətdə, 18-ci ayətdə Allah subhanahu wa ta'ala deyir ki, İnnallaha ya'lamu ghaybas semavati vel ard. Allah səmaların və yerin qeybini bilir. Bu mövzunun xitamıdır. Yəni, nə danışırsınız, nə inirsiniz, minnət qoyursunuz, iman etdik. Qəlbinizi Allah bilir. Allah hər şeyi bilir. İnnallaha ya'lamu ghaybas semavati vel ard. Allah səmaların və yerin qeybini bilir. Vallahu basirun bima ta'malun. Allah işlədiyiniz bütün əməlləri də görür. Bu insanlara, həm onu bədəvilərə, bu qissədə keçən insanlara deyir. Lakin onların timsalında qiyamətə qədər kim bu əməlləri işləsə, kim bu zəndə olsa, kim İslamı ilə minnət qoysa, kim özü barəsində zənn etsə ki, mənim kamil imanım var, nə qədər bu qissədə keçən pis bədəvilərdən ortaya çıxan hərəkətlər, əməllər, sözlər var idisə, onlara və onların timsalına qiyamət günü kim bu şeylər edirsə, onların hamısını Allah subhanahu ta'ala sonunda hədəliyir. Yəni, nəsə danışırsan, deyirsən, edirsən, Allah görür, eşidir, bilir və ona görə də səndən müamil edir. Və pis əməllərin nəticəsində verdiyin şeylər Allah subhanahu ta'ala səndən geri ala bilir. İnnallaha ya'lamu ghaybas semavati vel ard. Allah səmaların və yerin qeybini bilir. Vallahu basirun bima ta'malun. Allah bütün əməllərinizi görür, basir. Bu Hucurat surəsinin sonuncu 18-ci ayəti idi. Bu ayət, bu surə daha doğrusu və burada keçən bu 18 ayət müsəlmana Allahla necə davranacağını, Peyğəmbərlə necə davranacağını, müsəlmanlarla, müminlərlə və qeyri-müsəlmanlarla necə davranacağı, müsəlmana fərd olan əxlaqlar hansıdırsa onun məcmuasıdır. Və bunu dərs şəklində etdik belə. Bu sonuncu dərsdir. 4 dərs oldu, səhv etmirəmsə. Allah subhanahu ta'aladan istəyirəm ki, bu ayətdə deyilən əmirlər, Allahın qadağan etdiyi pis əxlaqlar, Allah subhanahu ta'ala müsəlmanları bu şeylərə müvəffəq etsin. Eşidib, dinləyib, fəhm edib, həyatda bunu tətbiq etməyi asanlaşdırsın. Və bunun məqsədi də budur. Anlatmağın, deməyin, dərs etməyin məqsədi budur.
İnsanlar burada olan əxlaqla yaşasınlar. Burada olan deyilən Allah və Rəsulunun əmr etdiyi əxlaqı, pis əxlaq olaraq qadağan etdiyi şeyləri özünə din bilsin, borc bilsin, öyrənsin, əməl etsin, həyatına tətbiq etsin. Subhanakallahumma bihamdik, əşhədu ən la ilahe illa ent, əstəğfiruka və ətubu ileyk.